سبيل الله فاتحة. اللهم صل على محمد وعلى محمد. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين. إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم غير المغضوب عليهم ولا الضالين آمين. بسم الله الرحمن الرحيم. Allah rahmet eylesin. Allah rahmet. Mekanı cennet olsun inşallah. İnşallah tədbirimiz başlamadan əvvəl Quran-ı Kərimdən bir neçə ayə Hafiz Araz müəllimə inşallah xahiş edirik. Bir aşır olsun inşallah. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. فاذكروني أذكركم واشكروا لي ولا تكفرون. يا أيها الذين آمنوا استعينوا بالصبر والصلاة إن الله مع الصابرين. ولا تقولوا لمن يقتل في سبيل الله أموات بل أحياء ولكن لا تشعرون. ولنبلونكم بشيء من الخوف والجوع ونقص من الأموال والأنفس والثمرات وبشر الصابرين. الذين إذا أصابتهم مصيبة الذين إذا أصابتهم مصيبة إنا لله قالوا إنا لله وإنا إليه راجعون. أولئك عليهم صلوات من ربهم ورحمة وأولئك هم
العالمين. Çok sağ olun, teşekkür ederim. Her vaxtınız xeyir olsun. Hörmətli şəhid ataları, əziz şəhid anaları, hörmətli Göylər cəmaatı. Ben bugün Göylər kəndindəyəm, Göylər Şəhidlər Xiyabanındayım. Bu gözəl məkandayıq. Bu gözəl məkanın sahiblərinin Allah Teala yerin cənnətdə eləsin. Allah Teala hər birinizə xoşbaxtlıq nəsib eləsin, hörmətli cəmaat. Bugün ora yığışmışıq, ona ziyarətliyik, ora gəlmişik. Bu izdiham olundu. Her bir şehit bağlarımız için bundan da güçlü, bundan belə, bu da güçlü izdihamdır. Her bir izdihamlar hamısı bağlarımız içindir. Her birisi Allah Teala'dan hoşbaxtlık ve Allah Teala'nın altında hiçbir pis gün görmesin bu şehit atalar, şehit analar bundan sonra. Ya Rabbim, ya Resulallah. Bir xaşım var sizden, hemmiş olan xaştır. Bir dəqiqəlik sükutla bütün şehitlerimizin xatirəsini yad edək, sonrası tədbirimizi devam etdirək. Çok sağ olun, teşekkür ederim her birinize. Hürmetli cemaat, bir neçə də qələbə günüydü. Dünən zəfər günüydü. Dünən bütün Azərbaycan xalqı qalxmışdı ayağa. Neyin sayəsində? Nəyə görə? Bu bağlarımızın sayəsində. Mən bugün Göylər Şəhidlər Xiyabanındayım. Məni dünən orada bir neçə yerə çəkdilər. Əlim çatmadı bura gəlməyə. Mən burada olmalıydım. Ona görə də mən bugün Göylərin Şəhidlər Xiyabanında bütün şəhidlərimizin Elvin balamızın timsalında Müşfik, Tərlan, Rıza, Şəhadət, Şahmurad, Baba, Elsubar, Elşən, Mirəli, Kamil, Tehran, Veys, Allah Teala, Sərdar. Bu bağlarımızın dünənki günü təbrik edirəm. Hörmətli əziz mənim igid bağlarım, Azərbaycan xalqının igid oğlanları dünənki gün sizin idi. Dünənki qələbə dünya qalxmışdı. Görürdünüz xariclərin, Türkiye'nin prezidenti, ondan kənar yenə də başqa ölkələrin prezidenti Azərbaycandaydı. Görükməyən dünən bir izdiham keçdi. Dünən görükməyən bir qələbə günü keçdi. Bu neyin sayəsindeydi? Bu kimin sayəsindeydi? Hamısı benim bu bağlarımı Azərbaycan xalqının, Göylər cəmaatının bu bağlarının sayəsindədir. Bütün şəhid bağlarımızın sayəsindədir. Şamağı Şəhidlər Xiyabanında olan bağlarımızın. Məlçobanı Şəhidlər Xiyabanında. Bütün şəhid bağlarımızı Allah Teala cənnətində eləsin. Hamısı bu bağlar, bax bu bağlarımızın sayəsindədir, hörmətli cəmaatımız. Əziz Göylər cəmaatı. Bugün Göylərdəyəm. Mən qürurluyam. Ona görə qürurluyam ki, mənim belə evlatlarım olub. Mənim belə Allah'a şükür Azərbaycanın belə xalqları olub. Hörmətli cəmaat, qonaqlarımız var. Mən ilk sözü Şaki Din Kollecinin, İslam Kollecinin direktörü hörmətli qardaşım buradadır. Abdurrahman müəllim buradadır. Buyursun, birinci sözünə verirəm. Buyur. Xoş gördük, əziz və hörmətli Şamaxı Göylər cəmaatı. Hörmətli şəhidimizin anası, atası, bacıları və digər ailə üzvləri, din xadimlərimiz, analar, bacılar, Allahın rəhməti, bərəkəti, mərhəməti hər birimizin üzərinə olsun. Təkrar bu duyğulu günlərə qaydırıq hər il. Şəhidlərimizin anım günləri bizim mənəvi həm də şərəfli, eyni zamanda qürurlu duyğularımızı təzələyir. Duyğulanmamaq əldə deyil əlbəttə ki. Bizim Şəki İslam Kollecimizin 280 hafizi var. Azərbaycan ərazisində yerləşən bir hafizlik kolleci var. O da Şəkidədir, bilirsiniz. Bugüne kadar 32 illik fəaliyyəti ərzində 2000'den yukarı din xadimi məzun vermiştir. 300'e yaxında Kur'an-ı Kerim'i baştan sona əzbər bilən hafizi Kur'an məzunları vermiştir. Elgün kardeşimiz de, Elgün övladımız da, balamız da o
hafizlərimizdən biridir. Çox ləyaqətli, çox dirayətli, çox tərbiyəli, gözəl səsi ilə, gözəl avazı ilə, gözəl hafizliyi ilə hər zaman seçilən, sayılan tələbələrimizdən idi. Və o şərəfli, məğrur həyatı boyunca da təhsil aldığı müddət ərzindəki əxlaqı, tərbiyəsi, o nurlu gözəlliyi ilə ən sonda da şəhid olaraq onu şəhidliyi ilə bəzədi. Şəhadət zirvəsinə yüksələrək o kiçik ömründə, azacıq bu dünyadakı ömründə yaşadığı o əxlaqlı həyatını şərəflə yekunlaşdırdı və şəhadət zirvəsinə ucaldı. Həqiqətən bizim hər birimizə örnəkdir, nümunədir bu evladımız, bu şəhidimiz. Allah Teala Elgün şəhidimizə qəni-qəni rəhmət eləsin, məkanı cənnət olsun, məqamı ali olsun, cənnətdə peyğəmbərlərə, siddiqlərə, şəhidlərə, salihlərə Allah Teala qonşu eləsin. Valideynlərinə, xüsusilə əziz anasına, atasına və 3 bacısına dərin, möhkəm səbir versin. Möhkəm olmaq lazımdır, səbirli olmaq lazımdır, dözümlü olmaq lazımdır. İnşallah biz bunu da həqiqətən görürük. Biz bu valideynləri maşallah çox səbirli görürük həmişə. Elə də olmaları lazımdır. Bu halları ilə də bu valideynlər bizim hər birimizə nümunədir eyni zamanda. Biz hər zaman bura gəlməyə özümüzə borc bilirik. Buradayıq, iştirak edirik, nə yaxşı da gəlmişik. Allah Teala yenə gələn illərdə belə möhtəşəm, mükəmməl tədbirlər keçirməyi nəsib eləsin. Bir son bir şey də qeyd edim. Bu Şamaxı ərazisində, bu Göylər kəndində maşallah şəhidlərin tədbirləri yüksək səviyyədə keçirilir, nümunəvi keçirilir. Bizim Şəkidə yəni, şəxsən bu qədər yüksək səviyyəli mən görmədim qəbirstanlıqlarda. Ona görə mən sizin hər birinizi alqışlayıram. Sağ olun müəllim, sağ olun. Çox sağ olun, təşəkkür ederim. Dolğun, düzgün halal çıxışınız üçün bu axırıncı dediği sözdə çox yaxşı söz oldu, hər yanda yaxşı keçməlidir. Hörmətli cəmaət, hörmətli Elgün balam, sol tərəfində atomdur, sağında anondur. Qarşında şəhid atalarıdır, hörmətli şəhid analarıdır və eyni zamanda bütün Göylər cəmaətidir sənin qarşında. Göylər kənd icra nümayəndəsinin sədri hörmətli İxtiyar müəllim burada bizim yanımızdadır. Göylər kənd bələdiyyəsinin sədri hörmətli Çingiz müəllim buradadır. Şamaxı rayonunun bu işə baxan üzrə şöbə müdürünün müavini Aqil müəllim buradadır. Göylər kənd, mən bunu həmişə demişəm, Ağsudan böyüdür maşallah Göylər. Göylər kənd axundi, hörmətli Hacı burada mənim yanımda həmişə olduğu kimi. Ona görə də hər birinizə təşəkkür ederim, hər birinizə minnətdarlığımı bildirirəm. Mən bir-iki dənə şəhid bağlamız qalıb, sonra mənə qıfta eləyirlər ki, ağsaqqalı, bu işin yəslənsən axı, niyə adından çıxardırsan? Ovculu kəndində olan şəhid bağlamızın, eyni zamanda 90-cı ildə olan Quşçu kəndində olan bütün şəhid bağlarımızın Allah Teala dünənki günün qəbul eləsin, mübarək eləsin. Hörmətli cəmaət, əziz qardaşlar, əziz Göylər cəmaəti və eyni zamanda hörmətli Elgün balam, sənin qarşında Şamaxı rayonunun ağsaqqalı ağacda babon durub. Allah Teala sizin hər birinizə xoşbaxtlıq nəsib eləsin, hörmətli şəhid ataları, əziz şəhidləri, hörmətli Göylər cəmaəti, əziz iştirakçılar, hörmətli qonaqlar. Qonaqlarımız var. Qonağımızın biri sözünü dedi, sağ olsun, təşəkkür edirəm və indi mən sözü verirəm. Vasif der ki, ağsaqqal, mən sənin olsa yanımda sən danışsan. Qəndiri xanım, buyur, Elgün anası. Buyurun. Gəlin keçin. Mənim keçin. Keçin. Mənim gəlin. Rızam mənim gəlin keçin. Salam. Bu adı mənim keçin. Hamınızı salamlayıram. Dünənki Zəfər bayramı bütün Azərbaycan xalqının bayramıdır. Böyüdən kiçiyə hamının orada özünə görə payı var. Düz vətən uğrunda şəhid olan oğulların payı hamıdan çoxdur. Allah bütün Azərbaycan xalqını qorusun. Belə möhtəşəm bayramı yaşamağı bizə yaşadanları Allah onların da Zəfər bayramı mübarək eləsin. Allah hər iki dünyada onların üzünə ağ eləsin ki, bu
bu zəfər bayramı bizə yaşatdılar. Mən bu gün burada iştirak edən bütün şəhid ailələrin, eləcə də gələn bütün cəmaatın hamısından təşəkkür eləmək istəyirəm, hamısından. Demək istəyirəm ki, Allah hər birinizi var eləsin, çox sağ olun ki, bizə bu günləri sizə gəlmişsiniz, dəstək olmuşsunuz. Allah hər birinizin canını sağ eləsin. Amin. Allah şəhidlərimizin yerin izni ilə cənnət eləsin, məqamları uca olsun. Amin. Çox sağ ol. Allah qalan bağlarınızı hər birinizin salamat eləsin, gözlərinizə çıraq eləsin. Hörmətli cəmaat, əziz şəhid atalar, hörmətli şəhid anaları, hörmətli göylər cəmaatı, qonaqlarımız çoxdur. Çıxışçılardan bir sözüm var ki, qısa eləyə çıxışdılar ki, qonaqlarımıza da növbə çatdıraq. Beləliklə, İmran müəllim buyur, şəhid atası. Hörmətli ziyarətçilər, hörmətli şəhid valideynləri, mikrofon olmasa da olar. Hörmətli ziyarətçilər, hörmətli şəhid valideynləri, dəyərli qonaqlarımız, dəyərli Göylər kənd cəmaatı, hər birinizi bu zəfər günü münasibətilə bir daha təbrik edirəm, hansı ki, o zəfəri bizə verən Elgün kimi igid şəhid bağlarımızı, Allah olan hər birinin məkanını cənnət eləsin, ruhların şad eləsin. O bir bizim qardaşımız çox gözəl söz dedi, Şəkdən gələn qardaşımız, din qardaşımız. Qardaş doğrudan da bizim Şamaxı rayonunda bu şəhid tədbirləri həmişə mütəmədi olaraq çox yüksək səviyyədə keçirilir. Allah başda Cənab-ı Ali Başkomandamız İlham Əliyev olmaqla yerdə o vicdanlı, namuslu, özünü tanıyan, özünə dəyər verən hər bir kəsin canı sağ eləsin. Mən bugünkü gündə Elgün balamızın anım günüdür, şəhadət günüdür. Allah Elgün balamızın timsalında bütün şəhid balaların, şəhid qardaşların məkanını cənnət eləsin. Mən Vasif qardaşıma, Qənirə bacıma Allahdan dözüm arzulayıram. Allah hər birimizə səbir versin və bütün şəhid sevər insanların hamısına çox sağ olun deyirəm. Şəhid anaları qarşı baş əyirəm. Şəhid qardaşlar var burada, Allah sizlərdən də razı olsun. Və burada iştirak edən hər bir kəsə, başda Aksaqqal olmaqla, rayon icra nümayəndələri olmaqla, İxtiyar müəllim, hər biriniz, müəllimlər, müəllimələr, tələbələr, hər birinizdən Allah razı olsun. Və belə də hər birimizin şərəfli borcudur ki, bu dəyərli işləri ziyarət edək. Çox sağ olun, Göylər cəmaatı, siz böyük xalqsınız, böyük birliksiniz. Allah hər birinizi var eləsin, şəhidlərimizin məkanı cənnət olsun. Sağ olun. Şəhid atası, qalib buyur. Mən də bütün ziyarət iştirakçıların, dəyərli şəhid valideynlərini, gələn qonaqlarımızı, Abdurrahman müəllim salamlayıram, onun timsalında bütün qonaqlarımızı uzaqdan gəliblər, hamısını salamlayıram. Dünən 8 noyabr zəfər günü idi. O zəfəri bizə yaşadan qəhrəman balalarımıza, igid şəhidlərimizə, qazilərimizə, veteranlarımıza, Allah hamısına, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə inşallah acil şəfalar versin, veteranlarımızı qorusun. Allah hal-hazırda xidmətdə olan əsgərlərimizi, zabitlərimizi qorusun. Elgün balamız haqqında da inşallah ki, o şəhadət ən böyük rütbədir, bu mütləqdir. Ondan da əvvəl Quran hafizi olub. İnşallah ki, Allahın inayətini qazanmış bir şəxs idi, balamız idi. Allah onun şəhadətini qəbul eləsin. Elgün balamızın timsalında Allah cəmi şəhidlərimizin şəhadətini qəbul eləsin. Qənirə bacı sənə, Vasif qardaş sənə Allahdan səbir diləyirəm. O qəhrəman baloza Allah qəni rəhmət eləsin. Allah bütün şəhid valideynlərinə səbir versin inşallah. Çox sağ olun. Qısa eləyək ki, hamı. Həm də ilk öncə bugünkü zəfəri bizə yaşadan qəhrəmanlara, ergünlərimizə, onlar nəinki ergünlər, zəfər şəhidləri, onlar zaman-zaman itirilmiş torpaqlar uğrunda təbii ki, biz şəhidlər vermişik, torpaq itişinə səbəb olub. Özü bu fərəhi dövlətimiz yaşamıb. Bu nur üzlü şəhidlərimiz bizim dövlətimizə, millətimizə zəfər yaşatdılar. Allah onlardan dönə-dönə razı olsun və keçmiş şəhidlərimizin ruhlarını bir daha oyatdılar, o diriltdilər. Deyirlər, şəhidlər ölməz, həqiqi mənada ölmür şəhidlər. Çünki itirilmiş torpaqlar geri qaydanda şəhid zaman-zaman yaşayır, qəbirlərdə yaşayır. Ona görə də
nur üzlü şəhərlərimizin, elçinin timsalında bütün şəhərlərimizin məqamları uca, məkanları cənnət olsun. Valideynlərə səbir versin. Dövlətimiz doğrudan da var olsun. Dünənki zəfərdən biz hiss elədik. Azərbaycanın keçirdiyi 5 illik zəfər proqramın hamımız yağın ki izlədik. Aydın səma altında pilotlarımızın göstərdiyi şücaətləri hamımıza bəlli oldu. Bir daha bu bizim dövlətimizin, millətimizin qüvvəliyin, gücün, qüdrətin, Ali Başkomandanın gücün nümayiş elətdirir. Allah dövlətçiliyimizi qorusun, ordumuz güclü, qüdrətli, basılmaq olsun. Şəhid valideynlərinə də bol-bol səbir versin. Çünki bu övlad itkisi təbii ki ağır itkidir, ayrılıqdır. Ona görə də Allah hamımızdan razı olsun ki bu günləri Vasif qardaşımızın, Qənirə bacımızın yanındasınız. Allah hamımızdan razı olsun. Allah cəm şəhidlərimizin yeri məqamın uca, qazilərin məkanları cənnət olsun, qazilərimizə şəfa versin. Dövlətçiliyimiz var olsun. Bəli, bəli. Bayrağımız həmişə daim Azərbaycan səmasından aşağı inməsin. Çox sağ olun. Şəhid Elgün Quliyev haqqında bugün onun alım günüdür. Mən bir şey haqqında danışacağım ki, Şuşa əməliyyatı. Dünən bizim birimiz, bugün bizim birimiz olan şəhidlər bizim qəlbimizdə əvvəlcə əbədi yaşayacaqdı. Demək, Elgün ayın 8-də Qələbə gün şəhid olub. Mən o əməliyyat haqqında deyim ki, ayın 2-sində bizim qoşullarımız artıq Şuşanın ətrafındaydılar. Ayın 4-də Daşaltıda 1350 nömrəli yüksəkliyi var. Orada bizim atıcı hissələr durmuşlar və Şuşanın alınmasının uğrunda mübarizəyə başlayırdılar. Bəli, digər hərbi hissələrimiz Cənab Ali Başkomandanın rəhbərliyi altında planı hazırladı. Xüsusi təyinatlı qüvvələrin komandiri Hikmət Mirzəyev və 400 nəfər xüsusi təyinatlı şəhərin 3 istiqamətindən şəhərə daxil oldular. Ermənilərin Şuşanı tutmaq əməliyyatı dağlarda toy əməliyyatı adlanırdı o vaxtı. Biz onun əvəzinə şərtli kod adı Xarı Bülbül əməliyyatı adında bir əməliyyat hazırlandı. Və Azərbaycan ordusunun əsas qüvvələri Daşaltıdan, Xankəndi yolundan ermənilərin qabağını kəsdi. Bizim xüsusi təyinatlılar müxtəlif tərəflərdən şəhərə girdilər və əlbayaxa döyüş başladı. Orada məni ən çox belə deyək ki, fərəhləndirən o qazilərdən biri danışırdı ki, biz bir dənə də şəhidimizi, yaralımızı orada qoymurduq. Birdən düşmən əlinə keçər, onların anasına biz nə cavab verə bilərik? Doğrudan da bizimkilər igidliklə vuruşdular, şəhərə daxil oldular və fransız həkimləri Xankəndi xəstəxanasında deyirdilər ki, bura gələn adamların, ermənilərin yəni əksəriyyəti tapança və bıçaq yarası ilə gəlib. Bizim uşaqlarımız əlbayaxa düşmüşdü və şəhər azad eləmişdi. Və ona görə də elə bir uşaqların xatirəsini heç vaxt unutmaq olmaz. Bu, xalqımızın borcudur ki, onları yaşatsın. Bir daha Elgünün timsalında bütün şəhərlərə rəhmət edirəm və arzu edirəm ki, bizim bu bayrağımız əbəd olsun. Bəli, bugün 9 noyabr bayram günüdür, bayraq günüdür. Nə qədər bayraq bu dalğalanır, Azərbaycanın müstəqilliyi var, mən arxayla ki, şəhidlər unudulmayacaq. Allah şəhidlərə rəhmət eləsin. Təşəkkür ederim. Xan Məmməd, şəhid atası ver Xan Məmmədi. Çox sağ ol, Ağarz əməllim. Bu illərin 5 ildir ki, bu bizim yanımızda olursunuz, icra nümayəndələrdir. Hörmətli şəhid ataları, şəhid anaları, bu günlərim Elgün balamızın, Elgün balamızın timsalında Allah cəm şəhidlərin ruhunu şad eləsin. Qənirə anıya, Vasif qardaşıma, bolluca səbir dinliyilə xoş gəlmişsiniz kənd ahalisidir. Allah var eləsin sizləri ki, bizləri tək qoymuşsunuz. Çox sağ olun. Sağ olun. Çox sağ olun. Təşəkkür ederim. Şəhid atası bayram, para ver, bayrama. Bütün ziyarət iştirakçılarını salamlayıram. Necə ki, biz şəhid valideynləri sizdən razıyıq, Allah sizdən razı olsun. Həmişə yanınızda olmuşsunuz. Vasif qardaş, Qənirə bacı, Allah təala sizə səbr versin. Bütün şəhidlərimizin yeri cənnət məqamları uca olsun. Qalib, Xan baba, buyur. Çok sağ olun Sefkan. Ben de öz növbəmdə bütün ziyaret iştirakçılarını salamlayıram. Allah bütün şəhid sevərləri var eləsin. Amin. Vasif qardaş, Qənirə bacı, Allah səbrinizi versin. Allah Elgün balamızın timsalında bütün şəhidlərin məqamınıza eləsin, yerlərin rəhmət eləsin.
ruhları karşısında baş eğilir. Çok sağ ol. İlham. Şehit kardeş İlham buyur. Çox sağ olasın. Mən də öz adımdan tədbir iştirakçılarından hamını salamlayıram. Allah hamımızdan razı olsun. Çok sağ ol. Bugün Ergün balamızın hanım gününə yaratmışıq. Allah ona rəhmət eləsin. Amin. Allah cəmi şəhidlərimizə Çok sağ ol. rəhmət eləsin. Teşekkür ederim. Valideynlərinə də Allah'tan səbir diliyorum. Çok sağ olun. Sübhan. Şehit atası. Əziz şəhid sevərlər, vətənin uğrunda canın keçən ziyarət edənlər. Bizim bu şəhidlərimiz tək öz ana basını yox, bütün Azərbaycanın qeyrətini namusunu qoruyan oğlanlardır. Azərbaycan torpağına zəfər qazandıran oğlanlardır. Bəs Elgün kimi qəhrəmanlarımızın sayəsində bizim torpaqlar azad oldu. Onlar haqq yolunda getdilər. Haqqın yanında durmaq, haqqın qarşısında durmaq ən əsas müsəlmanın qanununda var. Çünki olanın, bu şəhidlərin çəkdiyi əziyyətləri, bu şəhidlərin gözün qırpmadan düşmənlərin üstünə gelməyi, yararları bir-birindən seçmədən, əskərdir, zabitdir bilmədən, onu götürüb balnesi yaparan, yəni bir-birindən öz əziz canlarını verənlər. Çünki qardaşlar, şəhid qardaşlar, onlar nə valideyn fikirləşdilər, nə bir şey fikirləşdilər. O şəhidlər ki, bu torpaqları azad elədilər. Azərbaycan torpağını azad elədilər, bizləri bu günəşli Azərbaycan torpağına yaratdılar. Üstləri bayraqlarımızı bütün Qarabağda saydılar. Bu şəhidlərimiz ki, həmin şəhidlərdir. Bu şəhidləri heç kim unutmalı deyil. Onu unudan öz qeyrətin namusunu unutmaq deməkdir. Dünən də bizim bayramımız idi, ən əsas zəfər bayramımız, məhz şəhidlərimiz o bizə qazandırmışdı. Bugün də bayraq bayramımız. Bu bayrağı bayraq eləyən, şüşüyə salan, sancan, məhz bu şəhidlərimizdir. Allah yerlərini cənnət eləsin. Allah ordumuzu qorusun, ordumuzu qorusun. Allah valideynlərə səbir versin. Allah elimizin, xalqımızın yaxşı oğlanlarına, yaxşı qadınlarına, yaxşı insanlarına, dövlətin yaxşı məmurlarının canı sağ eləsin ki, bu şəhidlərimizi daima yaşadırlar. Bizimdəki vəzifə borcumuzdur. Allah yerin cənnət eləsin. Teşekkür ederim. Kardeşler, bugünkü səbəbkarımız Elgün balamızdır. Biz Elgün balamızın işığına toplaşmışıq. Bu günləri ondan danışacaq. Dünənki bayramları bütün Azərbaycan şəhidlərinin mübarək olsun. Zəfər günləri mübarək olsun. Allah bizim bu üç rəngli bayrağımızı bugünkü gündə də bayraq günüdür. Üç rəngli bayrağımızı vətən səmalarından əski eləməsin. Hər biriniz çox sağ olun, bura təşrif buyurub gələn qardaşlar. Hər birimizin boyun borcudur, bunların qarşısında baş əymək. Mən də bir şəhid atası olaraq Elgün balamın qarşısında baş əyləm, atasına, anasına bol-bol, çox-çox səbir diləyirəm. Vasif qardaş, Allah səbrini versin, Qənirə bacı, müəllimə. Allah sizə daha da səbir versin. Çox sağ olun. Çok sağ ol Fahim. İşlərinizdə müvəffəqiyyətlər arzu edirəm. Bundan sonraki qalan günlərdə Allah balalarını saxlasın, balaların xeyir işini görəsən. Hər birimiz, hər birimiz. Hamı dərdli sərri valideyndir. Hamımız hərən öz dərdi bir-birindən artıqdır. Allah o dərdsiz eləsin. Bundan sonra səbirli eləsin. Allah bacımıza bugünkü gündə xəstəxanada yatan bacımıza şəfa versin. Amin. Anaların əlindən öpürəm. Hər birinin, onlar mənim əziz bacılarımdır. Atalar da Allah səbir versin, qardaşlarımdır. Alınlarından öpürəm. Allah bu gül balalarımızın da məkanın cənnət eləsin. Onlar öz sözlərini də dedilər, öz hərəkəti ilə hər bir şey çıxışçı gəlib çıxış eləyəndə deyirlər ki, filan kəs çıxış elədi. Onlar amma gör necə çıxış elədi. Xalqın gözündə nümunə olurlar. Vətənpərvər ruhda böyümüş övladlardır. Allah məkanların cənnət eləsin, ruhları şad eləsin. Hər birimizə də Allah səbir versin. Çok sağ ol, teşekkür ederim. Çox sağ olun Camal. Şəhidlərin qarşısında baş əyirəm. Qazilərə can sağlığı arzu edirəm. Şəhidlər haqqında istənilən qədər danışmaq olar. Şəhidlər Azərbaycan 44 günlük vətən müharibəsində
öz sözlərini deyib. Şəhidlər Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin edir. Bunu dövlət də bilir, xalq da bilir. Allah Teala şəhidlərimizin ruhunu şad eləsin. Asif qardaş, Qəniyyə bacı. Allah Teala sizlərə səbir versin. Var olasın, sağ olun. Təşəkkür edirəm, çox sağ olun. Vahid müəllim, buyur. Ben de her birinizi, ilk tədbir iştirakçılarının her birini salamlayıram. Dünənki 8 noyabr o zəfəri bizə yaşadan bütün şəhidlərimizə Allah'tan rəhmət diləyirəm. Onların valideynlərinə Allah'tan səbir diləyirəm. Və həqiqətən bizim tariximiz dünənə qədər saxtalaşdırıla gəlib. Amma bu 44 günlük savaşda əsl tarixi yazan Elgün kimi bağlarımız oldu. Əsl tarixi möhürümüzü vuran Elgün kimi bağlarımız oldu, şəhidlərimiz oldu, qardaşlarımız oldu. Yəni bu tarix elə bir tarix oldu ki, onu heç bir şəxsiyyət bundan sonra gəlsə də silə bilməz. Allah onların hər birindən razı olsun, yerləri cənnət olsun və bir daha hər birinizi dünənki zəfərimizlə bağlı təbrik edirəm. Çok sağ olun. Çok sağ olun. Sizin de önlerinize təbriğinizi versin. Mekanı cennet olsun. Cem şəhidlərimiz. Ver. Şəhid atası. Hörmətli valideynlər, hörmətli şəhid valideynləri, hörmətli qonaqlar, hörmətli ziyarət işçiləri. Şəhid şəhid atası, buyur. Bəli. Allah ziyarətimizi qəbul eləsin. Amin. Məndən öncə danışan yoldaşlar Elgün qardaşımız barədə çox sözlər danışdı. Bütün şəhidlər barəsində çox danışmaq olar. Danışdığınızlar qurtarmırsınız. Allah onların valideynlərinə, yaxınlarına, qovumlarına səbir versin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Çox sağ olun. Hörmətli tədbir iştirakçıları, hörmətli ağsaqqalımız, çox sağ ol, təşəkkür. Axundlarımız, hörmətli Qəniyyə bacım, Vasif qardaşım, Göylər cəmaatı, əziz, dəyərli oğullarımın ataları, dəyərli oğullarımın anaları, hər birinizi salamlayıram. Dünənki zəfər bayramımızın mübarək olsun. Amin. Bugünkü bizim bayrağa bükülüb gələn balalarımızın bayraq bayramları mübarək olsun. Amin. Düzdür, mən üçün çətindir danışmaq. Mən həmişə Xəccə bacımla gəlirdim bura. İndi söz tapmıram heç danışmağa. Allah onun şəfasını versin tezliklə. Elə də hamamindir. Mən onunla yenə gəlim bura. Allah bizi bir-birimizdən ayırmasın. Düzdür, məni bu şəhid balalarımın anaları, ataları tək qoymur. Yenə Xəccənin yeri mən üçün başqadır. Allah ordumuzu qorusun, millətimizi qorusun, Azərbaycan xalqını qorusun. Əziz balam, Elgün balam, cənnətdəki mövludu Allah qəbul eləsin. Allah yeri cənnət eləsin. Bütün şəhid atalarına, şəhid analarına Allah səbir dözüm versin. Hər bir qəhrəman oğulların qarşısında baş əyirəm. Çox sağ olun. Ver bacıma. Şəhid anasına, Gültəki xanıma. Buyur. Hörmətli tədbir iştirakçıları, ağsaqqalımız, axtarımız, cəmaat, el, oba, hamınızı salamlayıram. Bugünkü gündə Azərbaycan xalqına zəfər yaşadıb, zəfər bayramında görməyən balalarımızı təbrik eləyirəm. Elgün balam, 44 gün əziyyətin boşa getmədi. Boşa getmədi. Allah sizin yerinizi cənnət eləsin. Qəniyyə bacı, Vasif qardaş, Allah sizə çoxlu səbir versin. Hamımıza dözüm versin. Bizim balalarımızın qüruru yaşadır bizi. Çünki Azərbaycan xalqını ayırdan zəfər bayramını yaşadıb. Torpaqlar altında olan qardaşlarının geri qaytaran oğullarımız, ruhunuz şad olsun. Anaların sevdiği kimi vətənlərin, xalqın sevdi balalarımız qanı bahasına torpaq aldılar. Bu torpaqda yaşayan, ayaq qoyan hər bir şəxsdən, bir şəhid anası kimi xahiş eləyirəm. Biz bu dünyada olmayanda da bizim balamız unudulmasın. Çox sağ ol. Çox sağ ol. Ver Rəna xanıma. Rəna xanım buyur. Götürün mikrofonu.
Şamağı şəhər 2 sayılı tam orta məktəbinin müəlliməsidir. Həmişə bizim yanımızdadır. Buyurun. Təşəkkür edirəm. Salamlayıram mən də tədbir iştirakçılarının, şəhid ailələri başda olmaqla. Bugün biz özümüzə borc bildirik oğlun qəbrini ziyarət eləmək. Çünki Elgün kimi oğullara biz borcluyuq. Onlar bizə qələbə, zəfər yaşadıb. Onları döyüdüb, necə deyərlər, bu döyüşə yollayan valideynlərə, qələbə dalıcan yollayan valideynlərə borcluyuq. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, yerləri cənnət olsun, ailələrinə səbir versin. Amin. Çox sağ olun. Çox sağ ol. Ver mikrofonu ötür bəri. Ver bəri. Görürəm. Elgünlə bir yerdə oxuyub. Hafiz Quran'dır o da. Müşfiqin axundudur, mənə belə məlumat verilir. Buradadırsa onunla Sadık kardeşimiz buradadırsa yaxınlaşsın. Ha, buyurun. Bismillahirrahmanirrahim. Hər birinizi Allahın salamı ilə salamlayıram. Vallahi əslində deyiləcək sözlərimiz çoxdur, amma biz Allah'tan ən gözəl səbirləri diləyirəm burada şəhid valideynlərinə, Gənir anaya, Vasif ataya. Allah Azze ve Celle şəhidlərimizin hər birinə məqamını uza eləsin. Onların yaxınlarına gözəl səbirlər versin. Bizlər də onları bizə şəfaətçi olaraq qiyamət günü göndərsin. Allah sizdən razı olsun. Çox sağ olun. Çok sağ olun, teşekkür ederim. Bir kardeşimiz de var, Elgün'le bir yerde olup, bir yerde okuyup, bir yerde oturup, bir yerde durup var. Adı yadımdan çıkıp, bana məlumat vermediler onun adını. Qonaqdır, əlbət mən birdən onun adını bilə bilmərəm. Buyursun, Elgün. Buyur qardaş. Hər birinizi Allahın salamı ilə salamlayırıq. Allah'tan Elgün qardaşımıza rəhmət diliyirik. Onların yeri əlbəttə ki, cənnətdədir. Elgün qardaş haqqında sadəcə bir məlumat verin, burada çox sözlər deyildi. Deməli, bizim bir başqa Hafiz qardaşımız var. Elgün qardaşımız da Afsan işində işləyib. O qardaşımız da dərman şirkətində. Elgün qardaşımıza deyib ki, gəl dərman şirkətində işlə, orada maaş 1000 manatdan yuxarıdır. Elgün qardaşımız ona bir dənə söz deyib ki, namaz qılmağa icazə verirlər. Deyib yox, deyib onu da istəmirəm. Yəni, Elgün qardaşımız belə gözəl insan idi. Allah'tan hamısına rəhmət dilirik. Yerləri cənnətdə inşallah. Sağ olun. Çok sağ ol, teşekkür ederim bu doluğun düzgün halal çıkızın için. Hacı Mirali kişi. Buyur, söz veririm sana, buyur. Allah yerin cennet eylesin. Amin. Səhv eləmirəmsə, mən Hazır Rəhmədi burada gördüm, öz axtarıram. Buradadır. Şimdi söz vereceğim Hazır'ından. Mənim sözümü təsdiq eləyər o yoldaşlar. Bu rəhmətli uşaq olan vaxtlarda bizi ilə imam olub, bizi üçün təravih namazı qıldırıbdır. Allah yerin cənnətdə eyləsin. Amin. Ədiblər soruşub biri-birindən ki, dünyada ağır yük nədir? Allah səbri versin. Çok sağ ol. Dedi ki, evladı atacılığında aparmaq. Allah hepsine göstermesin. Bu valideynlərin hansı evladın sınağında gör oynaparım. Çox sağ olun. Müəllimiyədə onun bacılarına da başsağlığı verəcəm. Allah səbirləri versin. Bütün şəhidlərin vətən Amin. Allah Teala ben hemşire diyelim ki ben dua edene siz amin deyin. Her bir ağızda bir dua var. Biri İsaman'ın yoldaşıdır. Biri de benim yanımdadır burada. Eldeniz'in yoldaşıdır. Allah Teala bu iki kadının her birine şafa versin. Teşekkür ederim her birinize. Çok sağ olun. Hürmetli cemaat. Ben özümle dayıyam. Bugün Elgün'ün daşı da buradadır. Elbette ki o isterdi şeyler, o geç çıkış eləsin, o dinleyirdi hamını. Buyur müəllim hacı. Möhtərəm bacılar və qardaşlar, Allah hamımızdan razı olsun. Hamımızı Allahın salamı ilə salamlayıram. Deyir bir oxu var. Allah Teala Əzəmşan buyurur ki, ya mələk,
Falan qulun könül meyvəsini qopartdın mı? Yəni balasının əlindən aldın mı? Deyir, bəli, ya Rabbi. Deyir, o valideyn necə o dözdü? Deyir, səbirlə, ya Rabbi. Deyir, birən bildiyim haqqı. Mən qiyamət günündə həmin valideyni mizan tərəzinin başına çəkməyə həya edir. Yəni, başınızı dik tutun, həmişə məğrur olun. Allah Teala şəhidlərimizin məqamını daha da uca eləsin. Onlar bizim başımızı dik tutmağa müvəffəq oldular. Yəni bizim torpaqlarımız həmişə işğal altında olanda bizim könlümüz ağlayırdı, həmişə ağlayırdı biz. Ona görə də Allah Teala qazilərimizə şəfa versin. Allah Teala ordumuzu suda, quruda, havada müvəffəq eləsin inşallah. Allah Teala hamımızdan razı olsun. Çox sağ olun, təşəkkür edirəm. İş yoldaşı, Ülvi buradadır. Mənə məlumat verlər, buyursun. Bütün tədbir iştirakçılarını salamlayıram. Allah Elgün qardaşımıza, onun timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Həqiqətən deyiləcək söz çoxdur. Çox sözlər də deyildi. Mənim deyə biləcəyim şəhidlərin və valideynlərin qabağında baş əyirəm. Allah rəhmət eləsin. Biz onlara eləyə biləcəyimiz heç nə yoxdur hal-hazırda. Amma bu valideynlərin qarşısında öz borcumuz nədirsə maksimum yerinə yetirməyə hazırıq. Bir qardaş kimi, necə deyim, bir övladımız kimi. Mən fikirləşirəm ki, boynumuzun borcudur. Başımızı dik tutun həmişə, qarşınızda baş əyirəm. Allah rəhmət eləsin. Çox sağ olun. Allah razı olsun. Çox sağ olun, təşəkkür edirəm. Göylər kənd icra nümayəndəsinin sədri, hörmətli İxtiyar müəllim, buyur. Arza müəllim, ümumi mən hər bir anım iştirakçılarını salamlayıram. Allah köməyiniz olsun. Burada Şəkidən gəlmiş qonaq çox gözəl buyurdu ki, doğrudan da sizdə izdiham daha güclüdür. Anım hər tərəfli gözəl idarə olunur, gözəl insanlar çox təşrif buyurur. Mən də hər bir ellim adından qonaqları salamlayıb, onlara xoş gəldin deyirəm. Dünənlər zəfər günü idi. Biz o zəfər günündə geniş, hər tərəfli rayon ictimaiyyətinə belə uyğun, layiq, respublika tədbirlərindən heç də geri qalmayan izdiham keçirtdik. Elgün balamız barədə burada hər tərəfli, dürüst, dolğun fikirlər söyləndi. Elə bir söz yoxdur ki, onları vəsf eləyib, onlara daha da şöhrət gətirən. Onların əməli, onların şəhidliyi ən yüksək mərtəbəyə layiqdir. Allah hər bir şəhidin yerin cənnət eləsin. Bugünkü yığıldığımız məclisinə Elgün balamızın yeri cənnət olsun. Qəndrə müəllimə, Allah sizə səbir versin, Vasif qardaş. Burada çıxışlar çox, məzmun, oxşar da olsa, mən də bir daha qısa eləyib hər bir üzə zəhmət çəkib iştirakçınıza görə çox sağ olun deyirəm və gələcək anımlarda həmişə bax belə bir-birimizi gümrah, hər tərəfli. Bayaqlar şəhid anası qeyd elədi ki, balalarımızın şücayəti, qəhrəmanlığı bizi yaşadır. Bəli, o balalar tək sizi yox, harada dünyanın harasında olursa, o məzhəbsizlərdən, o millətdən kimi görürdüsə Azərbaycan oğulları çəkinirdi ki, biz uduzmuşuq. Bunlar elə balalardır ki, yəni bizim mənliyimizi, bizim qürurumuzu, vətənin torpağının bütövlüyü uğrunda gedib. Və o ana qeyd etdi ki, bizdən sonra şəhidlər unudulmasın. Nə qədər dövlətimiz var, nə qədər tariximiz var. Bunlar tarixdir, bunlar əbədiyyətə qoşulmuş şəhidlərdir. Onlar unudulmayacaq. Bir daha Ali Baş Komandan başda olmaqla ölkəmizi həmişə inkişafa, ordumuzu zəfərə, bayaqları dedilər, həmişə uca eləsin ölkəmizi, amalımızı doğru eləsin. Sağ olun, çox sağ olun, mənə söz verdiyinizə. Çox sağ olun müəllim. Təşəkkür edirəm.
dolğun, düzgün, halal çıxınsız üçün Göylər Kənd Bələdiyyəsinin sədri hörmətli Çingiz müəllim, buyurun. Çox sağ olun müəllim, söz verdiyinizə görə. Mən də hər birinizi salamlayıram, şəhid analarını, şəhid atalarını, uzaqdan, yaxından gələn qonaqlarımızı. Allah sizi var eləsin. Çox sağ olun ki, bu günləri bizimləsiz, bizim şəhid ailələri ilə bir yerdəsiz. Sizə öz minnətdarlığımızı bildiririk. Bu izdiham həmişə var bizim elimizdə, obamızda. Dünən də Zəfər gününü qeyd elədik, o izdiham buradaydı. Bu cəmaatımıza, bu elimizə minnətdarlığımızı bildiririk. Allah sizdən razı olsun. Bütün şəhid analarına, şəhid atalarının qarşısında baş əyirik. Onlara səbir diləyirik. Anamız bayaq qeyd elədi ki, xahiş etmək lazımdır ana. O deyilən sözlər sözdə olmamalıdır, əməldə olmalıdır. Bu bizim borcumuzdur. Borcumuzdur, biz həmişə sizin yanınızdayıq, sizin yanınızda da olacağıq. Çünki bu oğullar bizim xalqımıza, xalqın birliyini, gələcək nəsilə bir örnək oldular. İndi bizim gələcək nəsil daha vətənpərvər yetişir. Ona görə də biz xahiş yox, bu bütün illər, qarşıda gələn illərdə də sağ olduq, olmadıqda bütün gələcək nəsillərə ötürülür. Biz borcumuzdur ki, o insanları unutmayaq. Qənirə bacı, Vasif qardaş, Allah sizdə səbir versin. Allah Ergün balamıza rəhmət eləsin. Dünənləri Zəfər günü idi. Onların da ruhu şaddır bugün bayraq günüdür. Bütün şəhid balalarımızın da ruhu şaddır. Çünki onların sayəsində bizim bu torpaqlarımız azad olunubdur. Bu cür həyat bəxş ediblər bizə. Allah rəhmət eləsin, hər birinizin qarşısında baş əyir. Təşəkkür edirəm. Mən qeyd etdim sözümü. Mən qeyd etdim əvvəldən sözümü ki, burada Şamaxı rayon icra hakimiyyətinin bu işə baxan şöbəsinin müdürünün müavini hörmətli Aqil müəllim buradadır. Buyurun Aqil müəllim. Çox sağ olun. Hörmətli tədbir iştirakçıları, qonaqlar, əziz şəhid ailələri, mən də hər birinizi Şamaxı rayon icra hakimiyyətinin başçısı, hörmətli Tahir müəllimin adından, rayon icra hakimiyyətinin kollektiv adından salamlayıram və şəhidlərimizin ailə üzvlərinə dərin hüzündən başsağlığı verirəm. Allah Elgün qardaşımızın timsalında cəm şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət, məqamları yüksəklərdə olsun. İnşallah. Çingiz müəllim məndən əvvəl qeyd elədi, mən də bildirmək istəyirəm ki, bu dövlət, bu millət, bu xalq yaşadığı müddətcə şəhidlərimiz heç vaxt unudulmayacaq, onların əziz xatirəsi həmişə yad olunacaq, həmişə onların məzarları ziyarət olunacaq. Allah elimizi, obamızı, xalqımızı qorusun. Çox sağ olun, diqqətinizə görə. Təşəkkür edirəm. Burada görürsünüz, Elgünün iş yoldaşı, Elgünün dostları, Elgünün direktörü, Elgünün cemaati, bütün şəhid ataları, şəhid anaları, hamısı bu günləri Elgün üçün burada çıxış elədi. Allah Teala hər birinizdən razı olsun, hörmətli cemaat. Əziz şəhid atalar, şəhid analar, mənim duam budur. Allah Teala sizin qalan bağlarınızı salamat eləsin, gözünüzdə çıraq eləsin. Elgünün dostu Şakit müəllim buradadır, buyursun. Elgün qardaşımız üçün çox şey deyirlər, hər kəs də dedi zaten. Ən əsas Allahdan səbir diləyirəm. Qardaşımız da Rəbbim onun dünyasını, axirətini, cənnətlə müjdələsin inşallah. Allah səbir versin. Çox sağ olun. Mən yenə qayıdıram biraz əvvəl olan söhbətə. Hörmətli qardaşımız məktəbin direktoru, din məktəbinin direktorunun sözünə, bu yaxında bir Şamaxı Şəhidlər Xiyabanında anam günündəydik. Zakir qardaşımızın evladının anam günündə, eləcə də Rövşən qardaşımız onlar eyni dostu, eyni qardaşlar, onların ikisinin anam günü bir keçir. Orada bir nəfər gəlmişdi, bir qardaşım, Zakirin qardaşıydı. Dedi, Ağsaqqal, mən burada olmuram. Amma mən eşidirdim ki, bu formada geçir Şamaxı rayonunda. Şəhid bağlarımızın anım günləri, ad günləri. Mən buna təəccüb qaldım və ona görə də sən başda olmaqla dedim, geçələ çıxmasın, dediyin deyirəm. Bütün bu cəmaatımızda təşəkkür edirəm ki, bu şəraiti, bu quruluşu, bu formanı yaratdılar. Hər birini təşəkkür edirəm, hörmətli cəmaat. Əziz Göylər cəmaatı, hörmətli şəhid ataları, əziz şəhid anaları, bu günləri biz izdihamdayıq, bu günləri biz cənnət məkandayıq.
Bura cənnətdir, bura and yeridir, bura inam yeridir. And olsun Allah'a sizin için bir məsələ çəkim. Çünki mən Göylər cəmaatının içərisində buyurmuşam. Mən məsələsilə. Ona görə də bir nəfər dedi ki, bir nəfər 3 nəfərin üstünə qanlılıq atır. Heç nə haqq edir. Atır baltanı önünə girən bir əşya, dəyir uşağına, uşaq tələf olur. Dəyərli sözdür. Demiyorum ki, ağsaqqal elə belə yox. Nə qayırım mən, nə edeyim? Atır qanlılığı 3 nəfərin üstünə. Ora bura kim gedir bu qəbul eləmir, birdən bu 3 nəfərin birinin əlində hası olur. Keçir and olsun Allah'a, bunu atam özü mənə deyib. O Şeyh babanın canı üçün. Şəhidlərin deyir yanına keçəndə Hasan deyir burada şəhidin daşının üstünə ki, ay şəhid, sən şəhid deməyəcəm, bu işi ayırt eləməsəm. Bir sutka çək deyir. Çaldı boynuna ki özüm eləmişəm. Attım baltanı flaşa dəqiqə. Şəhid budur. Attım baltanı dəqiqə uşağa. Boynuna götür bir sutkanın ərzində şəhidin duasından. Şəhid and yerimizdir. Şəhid inam yerimizdir. Yerim mesela Ersen Evli'nin canı bu kandan geç. Bəli keçə bilər. Yaşar Şahmurad'ın canı bu işten geç. Keçə bilər. Bütün şəhidlərimizdən. Ona göre de biz bunlara kıymet vermeyi her birimizin borcudur. Sonra da nəticə verilir. Her birimiz bunların sahasına yaşayırıq. Her birimiz bunların sahasına iş görürük, toy edirik, maşın aldırıq, ev tikirik, vəzifə keçirik. Neyin sahasında? Hamısı bağlantı sahasında. Dünənki, neydi o dünənki? Yer yurt tutmurdu Azərbaycanda milleti. Topu tüfəngi, avtomatik samalyotları göydən. Neyin sahasında? Babalarımızın sahasında, ağlı başlamadan. İlham Əliyev karşımda bir neçə saatdir çox sağ olsunlar. Onları hazırlayan müəllimə təşəkkür edirəm. Ona görə də keçirəm mən nəvələrimə və eyni zamanda nəticələrimə. Bir sayılı məktəbə söz verirəm. Buyurun. Bir sayılı. Mən şəhidəm, ölməmişəm. Şəhidlər ölməzdir axı. Ölməmişəm, yaşayıram. Dönüb vətən torpağıma qarışmışam. Mən şəhidəm, ölməmişəm. Şəhidlər ölməzdir axı. Ölməmişəm, yaşayıram. Dönüb vətən torpağıma qarışmışam. Sarılaraq bayrağıma qarışmışam. Mən şəhidəm, ölməmişəm. Külək olub qarışmışam. Vətənimin havasına. Cismim köçüb bu həyatdan. Ruhum hər an sizinlədir. Şirin bir xəyala dönüb, kim ki məni arzulayır, tez gələrəm yuxusuna. Mən şəhidəm, ölməmişəm. Şeirlərdə, qəzəllərdə yaşayıram. Rəsmlərdə, filmlərdə, əsərlərdə yaşayıram. Heç zaman unutulmuram. Xalqımın qəhrəmanıyam. Mən şəhidəm, ölməmişəm. Qarabağın dağlarında çiçək olub açıram mən. Mən şəhidəm, ölməmişəm. Günəş kimi vətənimin sabahına parlaq işıq saçıram mən. Mən şəhidəm, ölməmişəm. Şəhidliyə ucalmışam. Yerim cənnət. Nə qədər ki var bu millət, nə qədər ki var bu dövlət. Necə ki xalq şəhidinə, qazisinə qoyur hörmət. Demək unudulmamışam. Demək hələ yaşayıram. Ver. Çox sağ ol. Qəhrəman igidlər silahın aldı, nərəsi düşmənin bağrını yardı. 44 gün sürdü tarixi yazdı, tarixi yazanlar oldular şəhid. Gör neçə analar hər gün ağladı, başına qapqara örpək bağladı. O şəhid oğluna yasta saxladı, heç sizi unudarmı analar şəhid. Ver, çox sağ ol. Ver. Danışma, ver. Yani 2 saat hələ yansın, 1 saat qurtardı. Bir saat etti. Titrək əllərinlə alıb şəklini, ah çəkib ağlama şəhid anası. Dizlərin üstünə əyib belini, sellər tək çağlama şəhid anası. Baxırsan gəldiyi cığıra, izə, quzu otardığı çəmənə, düzə, yaralı könlünü, hey üzə, dünyanı dağlama şəhid anası. Ruhi ildırımda şimşəklərdədir, Qarabağdan əsən küləklərdədir. Həsrətli, ümidli ürəklərdədir, çox matəm sağlama şəhid anası. Nə deyim, nə yazım, qələmim donur, İlhamın dünyası odlanır, yanır, sənin dözümündən yağlar sınır. Qara şal bağlama şəhid anası, qara şal bağlama
şəhid anası. Çox sağ ol bala. Ver. Bir salı değil ha. 2 salı ələ keçmə. Çok sağ ol kızım. Aylar sensiz ay değil. Toylar sensiz toy değil. Heç kim sənə tay değil. Çılçıraqsan ay oğul. Yaş gəlməz yaşın üstə. Qış gəlməz qışın üstə. Durmuşam başın üstə. Dönüb baxsan ay oğul. Sənsiz gəmdir həyatım. Arxanca çatmır atım. Dur biraz da mən yatım. Yaralısan ay oğul. Sən uşaqsan ay oğul. Yaralısan ay oğul. Sən uşaqsan ay oğul. Allah bütün şəhərləri. Çox sağ ol ver. Ver bura. Gözü qan ağlar ağlar. Sinəsi yara bağlar. Siz də ağlayın dağlar. Duysun şəhid anası. Ürəyimsən, döyünürsən sinəmdə. Odlar yurdum, nəfəsimsən sən mənim. Qürurumsan, damarımda qanımsan. Azərbaycan, mənim ana vətənim. Ürəyimdən tükənməz məhəbbətim. Tarixinə ad salıb sənin qüdrətin. Əzəlimsən, bucunumsən, sonumsən. Azərbaycan, mənim ana vətənim. İgidlərin saya gəlib sayılmaz. Tarixinə ad salıblar silinməz. Oğlun, qızın kimsələrə əyilməz. Azərbaycan, mənim ana vətənim. Azərbaycan, mənim ana vətənim. Allah bütün şəhidlərimizə rəhmət etsin. Sağ ol bala. Həm tarix oxudu, həm tarix yazdı. Tarixi başqa cür anladan oğlan. Bundan gözəl başa salmaq olmazdı. Ən məğrur tarixi öyrəndik ondan. Əlində avtomat, dilində Quran. Həyatı bizlərə hədiyyə etdi. 28 illik şanlı tarixin axır nöqtəsini qoydu və getdi. 28 illik şanlı tarixin axır nöqtəsini qoydu və getdi. Çox sağ ol. Dünya bir dayan, nə tələsirsən? Necə oğulları torpağa verdik? Cənnət qapılarını taybata yatmış. Ax estoyunca danışmadıq biz. Günlər, aylar, illər ötüb keçsə də, ürəyimdə silinməyər xatirə. Elcüm bu xalq səni unuda bilməz. Elcüm bu xalq səni unuda bilməz. Bu yaşda yolun saldın cənnətə. Allahın qanunun müqəddəs bilib, uşaq yaşlarından ibadət etdin. Oldun gənc yaşınca ilahiyyətçi, hafiz arzusuna elcin sən yetdin. Dərdinə dözməyir ata ürəyi, söndü bir ocağın yanan çırağı. Anan həsrətinə tab gətirməyir, anan həsrətinə tab gətirməyir. Bir ömür çəkəcək bu istirabı. Fələk oynadığın bu oyun nədir? Bir bacı dayağın necə alırsan? Bir məzar içinə bir insan deyib. Ardınca gör neçə can aparırsan. Bir nə qədər duyğulu həyat səhnəsi, tarix müəllimi adını aldın. Müəllim olaraq dərsə girmədin. Qanınla tarixə bir tarix yazdın. Göylər bir oğul da verdi torpağa. Şəhidlər ölməyir, ölmədin elcün. Ödənməz haqqınız siz şəhidlərin, ödənməz haqqınız siz şəhidlərin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Təşəkkür edirəm deyir. Dünya bir dayan, nə tələsirsən? Neçə oğulları torpağa verdik. Cənnət qapıların taybada yatmış. Axı heç doyunca deyib gülmədik. Günlər, aylar, illər ötüb keçsə də, ürəklərdən silinməyən xatirə. Elgün, bu xalq səni unuda bilməz. Bu yaşda yolunu saldın cənnətdən. Allahın qanunu müqəddəs bilib, uşaq yaşlarında ibadət etdin. Oldun gənc yaşında ilahiyyətçi, hafiz qayıdışına Elgün sən yetdin. Oldun gənc yaşında ilahiyyətçi, hafiz qayıdışına Elgün sən yetdin. Allah rəhmət. Çox sağ ol, mikrofon ver mənə. Çox sağ olun. Sözü hazırlayan müəllimə buranın üzərindən öpmən əlim çatmır bu uşaqlara. Bir sayılı uşaqların üzerine hep salıyorlar. Her birine teşekkür ederim. Bunları hazırlayan müəllimiyə her birine teşekkür ederim. Hörmətli məktəbin direktorları. Yaxınlaşın mənə uşaqlardan sonra sizə söz verəcəm ardıcılığına. 2 sayılı məktəb. Buyursun. Bir sayılı deməli. Dedi ola çöl gölü. Buyur çöl göylər, buyur. Vətənimin əskəsi.
Vətənimin əskəri Sayıqla var, xahiş edirəm. dalğalanan bayrağı var, ağlayan alqələmpili, oynayan xarı bülbülü. Qanla tutuldu bu torpaq, zəfərlə oyandı torpaq. Əskərimizin alqanıyla, ananın göz yaşıyla. Neçə ocaq qalandı, min düşman parçalandı. Vətənimin toyduğunu tarixə qanla yazıldı. Allah şəhidlərimizə rəhmət eləsin. Ver. Yenə candan can ayrıldı, şəhidim var Azərbaycan. Vətən sağ olsun deyən igidim var Azərbaycan. Bu torpağa qan tökmüşük, şəhid verib diz çökmüşük. Sanmasınlar biz ölmüşük, igidim var Azərbaycan. Düşmən bizə oyun qurdu, viran etdi gözəl yurdu. Unutdular o bozqurdu, igidim var Azərbaycan. Var. Bir sayı məsələ sağlar. Siz bir sayı tuz var. Çox sağ olun, təşəkkür edirəm sizi hazırlayan müəllimə, eyni zamanda. Şəhadətə yüksəlmişəm mən, tək bölünməsin, qoy ana vətən. Ruhum sizinlədir, köçübdür bədən. Qoymadım düşməni girsin yurduma, fəxr elə oğlunla, ağlama ana. Şəhidlik ən uca zirvədir, inan. Bunu təsdiq edir müqəddəs Quran. Mənəm o əl tatmaz zirvədə duran, cənnəti bəxş edib Rəbbim quluna. Fəxr elə mənimlə, ağlama ana. Vətəni canımdan üstün bilmişəm, xalqım tərəfindən mən sevilmişəm. Türkəm, bir ölmüşəm, min dirilmişəm. Qəhrəman deyirlər sənin oğluna. Fəxr elə mənimlə, ağlama ana. Xalqıma son sözüm budur nəhayət. Ailəm və torpağım sizə əmanət. Tanrım şəhidinə veribdir qiymət. Üzü ağ gedirəm mən huzuruna. Fəxr elə oğlunla, ağlama ana. Fəxr elə oğlunla, ağlama ana. Çox sağ ol, ver. Al bala. De. Salam şəhid anası. Salam şəhid anası, mən də sənin bir balan, olmasam da qəhrəman, Şuşa, Kəlbəcər alan, sənin oğlun tapşırıb, səni mənə yol aldı, məhz onun sayəsində ordumuz zəfər çaldı. Salam şəhid atası, sən necə qürurlusan, dağ boyda oğlun gedib, yenə də dik durmusan. Ağappaq saçlarından nur saçılır, Nurata, hər zaman qürurlu ol, həmişə dik dur ata. Salam şəhid bacısı, dağ gördün, dağ itirdin, üzü nurlu bir igid, arxa daya gitirdin. İndi bütün igidlər qardaşındır ay bacı, sən şəhid bacısan, sənə yoxdur tay bacı. Ver. De. Yoluna su səpim, göz yaşı sıxım, çəkməndə torpaq var. Torpaq bir sıxım, ver, əskər çəkməni, göksümə sıxım, çəkməsində çiçək bitən şəhidim. Ayağın yerlə, yolun göylədir, göydən ulduz uçdu, yaram göynədir. Xəbərin oldu mu, o qız neynədi, dönüb üfüqlərdən, itən şəhidim. İndi poladımla hər an coşasan, sən elə Ağdamsan, elə Şuşasan, can fəda etdin ki, vətən yaşasın, bayrağa bürünüb ötən şəhidim. Torpağa qan səpdin, torpaq oyandı, qanın çiçəkləndi, bu necə qandır? Yazdın ki, Qarabağ Azərbaycandır, sən elə vətənsən, vətən şəhidim, sən elə vətənsən, vətən şəhidim. Ver, çox sağ ol. Ver. Ha, ver bana mikrofonu. Mikrofonu ver bana. Yo, deme, de. Gözü qanaqlar ağlar, sinəsi yara bağlar. Siz də ağlayın dağlar, duysun şəhid anası. Qara saçları dəndən, ağarıb qəm kədərdən. Qürrələn vətən hərdən, duysun şəhid anası. Şəhid balanın ruhu cənnətdədir surahu. Təsəlli et ilahi, duysun şəhid anası. Təsəlli et ilahi, duysun şəhid anası. Mən sizə dedim ki, gəlin zırnaqda söz verəcəm. Xanım buradadır. Günay xanım buradadır, buyurun. Hamid müəllim buyurun, sözgeylər buyurun. Səbuhi müəllim. Təşəkkür edirəm mənə söz verdiyi üçün. Mən də
Vasif əmiyə, Qənirə müəllimə Allahdan səbir diləyirəm. Allah rəhmət eləsin. Biz də müəllimi, vəzifəmiz, peşəmiz olsa belə, amma biz Elcinin verdiyi dərsi şagirdlərimizə verə bilmərik. Çünki onu tək-tək şagirdlər, tək-tək müəllimlər verir. Və o müəllim olaraq sözünü təkcə sinifdə deyil, cəbhədə verdi, cəbhədə dedi, cəbhədə göstərdi. Allahdan rəhmət diləyirik və sözlərimiz onun əməlləri qarşısında, onun etdikləri qarşısında acizdir. Dastanlara yazılacaq bir müəllimdir. Təşəkkür edirəm, sağ olun. Mən də bütün tədbir iştirakçılarını salamlayıram. Biz artıq bir neçə gündür ki, bu anım günlərində, zəfər günündə iştirak edirik. Nə qədər də belə deyək, ömrümüz var, bütün şəhidlərə borcluyuq, Qənirə müəllim. Belə bir övlad yetişdirilsin, ilk növbədə sizə borcluyuq, Vasif əmi. Sizin timsalınızda bütün şəhid atalarının, şəhid analarının qarşısında baş əyirik. Hər zaman yanınızdayıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərdən nə qədər danışsaq, hərəsinin ömrü bir dastandır. Danışdıqca bitməz. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Məkanları cənnət olsun. Sizin də qarşınızda müəllimə baş əyirik. Bütün şəhid ailələrinin, bütün şəhid atalarının və analarının qarşısında baş əyirik. Çox sağ olun. Gəl sağ olun müəllimə. Çox hörmətli şəhid valideynləri, çox dəyərli şəhid valideynləri, hamınızı salamlayıram. Sizin vətənpərvər, qəhrəman övladlarınız sayəsində Azərbaycan Respublikası qısa bir zamanda 44 gün ərzində Ermənistanın 30 ildə qurduğu ordunu darmadağın etdi. Vətən müharibəsində qəhrəmanlıqla döyüşmüş, Azərbaycanın şanlı bayrağını işğal altında olan torpaqlarda dalğalandıran, ən əsası zəfər gününü bizə yaşadıb, özləri görməyən şəhid qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Qənirə müəllimə Allah rəhmət eləsin. Vasif əmi Allah rəhmət eləsin, məkanlar cənnət olsun. Çox sağ olun. Təşəkkür edirəm. Bu uşaqları hazırladığınıza görə hər birə təşəkkür edirəm. Hörmətli cəmaət, sahib buradadır. Sahib. Belə məlumat verirlər mənə. Yox. Döyüş yoldaşı sahib. Mənə belə gəlir ki, sahib ikidir. Biri danışdı. Gəlir. Döyüş yoldaşı sahib buyursun. Hər dəfə söz verirsiniz, danışa bilmirəm. Bir gün 4-5 yıl tanışdığımız olub, əskər yerdə biz o yerdə olmuşuq. 2015-də Füzulidə öncədə. Sonra xidmət bitib başa vurulandan sonra görüşümüz olubdu. 2020-də də Vətən müharibəsində bir yerdə görüşdük, Ağsədərdə. Oradan Şuşaya qədər yolumuz oldu. Noyabrın 8-i bu vaxtlarında vardı. İnanmıyor ateşin nəticəsində yaralandı ağır. Şəhid düşdü. Məkanı cənnət olsun. Çox sağ olun. Təşəkkür edirəm. Çox söz danışa bilərəm, amma bura sığmaz. Allah Qənirə anamıza, Vasif əmimizə səbir versin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun. Siz də bunlar kimi igid qəhrəman evlatlar olub, xalqa, cəmaatımıza xeyir verən bir balalarım olasınız. Hörmətli mən balalarım, nəvələrim, nəticələrim, təşəkkür edirəm sizi hazırlayıb bura gətirən hörmətli müəllimə və müəllimiyə. Hörmətli cəmaat, əziz iştirakçılar. Namik müəllim buradadır. Namik müəllim buradadır, mənə məlumat verdilər. Yoxdur? Hə, çox sağ olsun. Təşəkkür edirəm. Bugün bu gözəl məkanda, bu gözəl diyarda, bu gözəl yerdə, bu gözəl kətdə, bu gözəl Göylər Şəhidlər Xiyabanında bir anım günümüzdə başa çatırmağa yaxınlaşırıq. Hörmətli cəmaat, əziz Göylər cəmaatı, hörmətli şəhid ataları, əziz şəhid anaları. Allah Teala sözün həmişə mənim duam budur. Ən böyük qüvvəlik axırda da, əvvəldə də mənim duam budur ki, Allah sizin qalan bağlarınızı salamat eləsin, qalan bağlarınızdan xeyir görəsiniz, hörmətli şəhid ataları, əziz şəhid anaları. Allah Teala sən Azərbaycan xalqına bundan sonra xoşbaxtlıq nəsib elədi. Sən dua elədin mənim prezidentim İlham Əliyev cənablarına, Ali Baş Komandanam. Bu günləri, bu zəfəri keçirdik, bu bağlarımızın sayəsində hamımız fərəhlənirik, hamımız sevinirik,
Hamımız deyirik Allah Teala. İgittir bizim bağlarımız. And olsun Allah elə xoşbaxt elədi ki, Azərbaycan xalqını. Mən mədəniyyət evində təkim idim, uşaqları yola salırdım. Qapıdan girə bilmən uşaqlar pəncərədən özünü atırdı avtobusa ki, qoy tez çatım mən cəbhiyə. Bu da Azərbaycan. Bunların yetdiyim mən bilirəm. Bunların yetdiyim mən görmüşəm. Bunların yetdiyini saymayan Allah eləməmiş kimi. Bunların yetdiyinə tırnaq arası baxan. Bunların sayasına bu gün vəzifədə olub. Bunların qədrini bilmən insanları nə də söz o adamın mən o adamı eləmə hazıram. Ona görə də bu günləri bu bağlarımızın qədrini bilmək lazımdır. Bilmək lazımdır ki biz kimin sayəsində yaşayırıq. Bilmək lazımdır ki biz kimin sayəsində uzalmışıq. Bilmək lazımdır ki bu günləri biz kimin sayəsində bütün dünya axıb Azərbaycana. Hamısı gençliği ağlı başlaman İlham Əliyev cənablarının sayəsində. Nəhrimə xanımın sayəsində. Sağ olun, hər birinə təşəkkür edirəm, hörmətli cəmaət. Kimi dediniz? Allah Teala üçün hər birinizdən razı olsun. Hər birinizə təşəkkür edirəm. Hər birinin qarşısında Allah Teala bəydə bundan sonra bu dövlət cəmaatının qarşısında, bütün cəmaatın qarşısında, bütün şəhid atalarının, Rahim. Elhamdülillahi Rabbil alemin vel aqibatu lil muttaqin ve la udvane illa alel zalimin. Rabbena atina fid dünya haseneten ve fil ahireti haseneten ve qina azaben nar. Rabbena gfir lana ve li validina ve lil mu'minine yevme yaqumul hisab bi rahmetike ya erhamer rahimin. İlahi Rabbel Alemin, Elgün kardeşimizin timsalında bütün şehitlerimize merhamet eyle. Bütün şehitlerimizi cennetinle mükafatlandır. Onları peygamberimize, şehitlere, siddiklere, alimlere komşu eyle. Bütün şehitlerimizin analarına, atalarına, bütün yakınlarına sabırlar ihsan eyle. Vətənimizi, millətimizi, xalqımızı bilinen, bilinmeyen bütün qəzalardan, bəlalardan, müsibətlərdən uzaq eylə. Hər zaman ordumuzu müzəffər eylə, başımızı hər zaman uca eylə. Və selamun aləl mürsəlin və elhamdülillahi rabbil alemin. El-Fatiha. Allah kabul etsin. Hörmətli cəmaət, hər birinə təşəkkür edirəm. Cəbələri ayrı-ayrı götürür. Məcburi ayrı. Gəl, qəniylə bacı, gəl, sonra söhbət eləyərsən. Rəna müəllim, anara getdin, gör də, sən də bizi. 2-3 dəfə çəkdir.